Qarabağ UEFA Çempionlar Liqasının 3-cü turunda səfərdə Atletico Bilbao'nun qonağı olacaq və Atletico Bilbao'nun zədəli olmuş futbolçusu Nico Williams son ölkə çempionatında La Ligada oyuna çıxdı. Düzdür, hələ də zədəsi davam edir, amma buna baxmayaraq çalışdı ki, oynasın və oyundan sonra azərkeşlərə müraciət edib. Müraciətində belə bildirib ki, biz Çempionlar Liqasında Arsenal və Borussia Dortmund məğlubiyyətindən sonra artıq bizə məğlubiyyət yaraşmaz. Bizi Qarabağla oyun gözləyir və hər kəsi də Qarabağla oyunda stadiona dəvət edirəm. Biz 3 xalı Qarabağla oyunda qazanacağıq, 6-7 top vuracağıq. Qarabağa biz 6-7 top vurmaq gücündəyik. Bu Nico Williams'ın fikridir. Qurban nə düşünür? İnşallah ki, düşündüyünü də icra etsə, həqiqətən də onlar 3 xal yox, biz 9-cu xal edə bilərik.